Salam əziz 4-cü sinif şagirdləri və kanalımızın izləyiciləri. Bugün monitorinq imtahanlarına hazırlaşan 4-cü sinif şagirdlərinə dəstək olmaq məqsədi ilə müxtəlif monitorinq tiplərində olan çalışmaların izahlarını verməyə çalışacağıq. Monitorinq 1-i bugün sizlərlə izah eləyirik. Mən izaha keçməzdən öncə siz videonu bəyənməyi, kanala abunə olmağı, video ilə bağlı olan fikirlərinizi isə şərh bölməsində qeyd etməyi unutmayın. Həmçinin videolarımızı paylaşıraq bu tipli videoların daha çox şagirdə çatmasına və həmin şagirdlərin də bu videolardan yararlanmasına səbəb ola bilərsiniz. Birinci baxaq kenguru mətninə, yekun monitorinq 1-də kenguru mətninə baxaq. Burada deyir ki, mətni oxuyun, 1-ci və 15-ci sualları cavablandırın. Yəni sizlərlə birlikdə mətni oxuyaq. Deyilənə görə Avstraliyaya gələnlər bu heyvanı görüb yerli adamlardan onun adını soruşublar. Yerli adamlar kenguru, yəni mən sizi başa düşmürəm deyə cavab veriblər. Gələnlər elə biliblər ki, bu heyvanın adıdır. Elə o vaxtdan bu heyvan kenguru adlandırılıb. Bu ot yeyən heyvan çox qəribədir. Onun dal ayaqları qabaq ayaqlarından bir neçə dəfə uzundur. Buna görə də kenguru başqa heyvanlardan fərqli olaraq gəzə bilmir, lakin çox sürətli sıçrayışlarla hərəkət edir. Bu heyvanların bir-biri ilə ünsiyyəti də qəribədir. Burada da onların köməyinə dal ayaqları gəlir. Kenguru dal ayaqlarını yerə döyərək səs çıxarır və başqa kengurulara işarə edir. Kenguru yalnız ot yeyəndə qabaq ayaqlarını yerə qoyur. Ən maraqlı və qeyri-adi görünən kengurunun balasıdır. Əgər o anası ilə yanaşı oturubsa, adi bir xışıltıdan, səsdən qorxub cəld başı üstə anasının kisəsinə girir. Sonra kisədən başını çıxarıb ətrafa baxır. Kenguru balası anadan kör, aciz və çox kiçik doğulur. 2 metr yarım uzunluğunda olan nəhəng kürən kenguru uzunluğu 3 sm olan bala doğur. Nə qədər ki, kengurunun balası gəzə bilmir, anası onu qarnındakı kisədə saxlayır. Kisə dəri qatından ibarət olub, bütün qarın hissəsini örtür. Kenguru balası 65 gün ana südü ilə qidalanır. Bəzən kenguru balası 8 ayına qədər kisədə özünü müdafiə edir və ya sadəcə olaraq isinir. Bu vaxt onun uzunluğu anasının boyunun yarısı qədər olur. Kengurunun uzun ayaqları, iri və güclü quyruğu, ensiz kürəyi, insan əlinə bənzəyən xırda qabaq pəncəsindən ibarət qəribə silüeti var. O dal ayaqları ilə vuruşur. Kengurunun arxa pəncəsində cəmi 4 barmağı var. Onun caynaqları xüsusilə ən uzun 4-cü barmağındakı caynağı bıçaq kimidir. Doğrudur, kenguru çox vaxt özünü qaçaraq müdafiə edir. İri qüvvətli dal ayaqlarını dala itələyərək 12 metr uzunluğuna və 3 metrədək hündürlüyə hoppanıb sürətlə qaçır. Kengurunun bəzi növləri ağaca dırmanmağa, digərləri qayalıqlarda yaşamağa uyğunlaşmışdır. 10-15 il yaşayır. Vətəni əsasən Avstraliyadır, Yeni Qvineya və Tasmaniya adalarında, həmçinin Bismarck arxipelasında yayılıblar. Bitki yeyəndir, lakin bəzisi qurd və cücülər də yeyir. Kenguru əkinlərə və kənd təsərrüfatı bitkilərinə zərər vurur. Ovlanır, qiymətli xəzinədən və ətindən istifadə olunur. Arxipelagında olmalıymış. Baxaq gəlin birinci çalışmanın izahına. Birinci çalışmada bizə nə deyilir? Deyir ki, kengurunun hansı pəncəsi bıçaq kimi caynağa malikdir. Burada arxa pəncəsi olacaq. Elə bu haqda burada məlumat da verilib. Gəlin o hissəyə baxaq. Deyir, kengurunun arxa pəncəsində cəmi 4 barmağı var və onun caynaqları xüsusilə ən uzun 4-cü barmağındakı caynağı bıçaq kimidir. Deməli, bizim axtardığımız cavab olacaq D variantı. Baxaq ikinci suala, kenguru. Kenguru adı haradan yaranıb? Yerli adamların heyvanı belə adlandırmasından, kenguruların öz adlarını deməsindən, yanlış anlaşılmadan, Avstraliya hökumətinin heyvana verdiyi addan. Burada cavab yanlış anlaşılma olacaq. Çünki biz zaten burada bunu görmüş oluruq. Deyir ki, deyilənə görə Avstraliya gələnlər bu heyvanı görüb yerli adamlardan onun adını soruşurlar. Onlar da kenguru deyir. Yəni, mən sizi başa düşmürəm. İnsanlar da elə başa düşürlər ki, bu heyvanın adı kengurudur. Və elə adı da o formada qalmış olur. Baxaq üçüncü suala. Kengurunun quyruğu necədir? Kengurunun quyruğu burada haqqında məlumat verilib. Gəlin, baxaq o hissəyə. Deyir, iri və güclü quyruğu var.
Aha, iri və güclü cavabımız olacaq B variantı. Kenguru balası necə dünyaya gəlir? Kiçik, aciz və kör olaraq bu haqqda da yuxarıda biz oxumuş olduq. Kengurular harada yaşayırlar? Onlar əsasən qayalıqlarda və ağaclıqlarda yaşayırlar. Mətnin sonuncu abzasında bu barədə məlumat var idi. Kengurunun hansı orqanı başqa kengurulara işarə etmək üçün istifadə olunur? Burada bizim axtardığımız cavab olacaq C variantı, dal ayaqları. Onlar deyir, hətta yuxarıda biz oxumuşduq ki, deyir onlar bir-birlə ünsiyyət qurmaları da qəribədir. Baxın, deyir bir-birlə ünsiyyəti də qəribədir. Onlar dal ayaqları işinə yarayır. Kengurular dal ayaqlarını yerə döyərək səslər çıxarır və başqa kengurulara işarə edirlər. Deməli, işarə etməkdə dal ayaqlarından istifadə etmiş olurlar. Baxaq 7-ci suala. Deyir, kengurular daha çox bitkilərlə qidalanmasına baxmayaraq bəzi növləri əsasən oxumuşduq ki, qurdlarla və cücülərlə də qidalana bilər. 8-ci suala baxaq. 8-ci sualda deyir ki, kenguruların yaşadığı adalar arasında hansı ada Avstraliya ilə birlikdə kenguruların ən geniş yayılmış məskənidir deyir. Burada Tasmaniya adası var. Bu haqda da burada baxın məlumat var idi. Deyir Tasmaniya adalarında və Bismarck arxipelagında yayılıblar. Əsas vətəni Avstraliyadır, lakin digər yerlərdə də yayılıblar. 9-cu suala baxaq. Deyir, kengurunun ovlanmasının əsas səbəbi nədir? Qiymətli xəzi və əti üçün ovlanırlar. Mətnin məzmununa əsasən hansı fikirlərlə razılaşmaq olmaz? Kenguruların dal ayaqları qabaq ayaqlarından daha uzundur. Bu fikirlə razılaşmaq olar. Kenguru balası anadan doğulduqdan dərhal sonra gəzə bilir. Baxın, bu fikirlə razılaşmaq olmaz. Çünki onu anası uzun müddət müdafiə eləməlidir. Kenguru balası anasının kisəsində inkişaf edir. Kengurular sürətli sıçrayışlarla hərəkət edirlər. Bəli, cavabımız olacaq B variantı. Hansı bənddə səbəb-nəticə əlaqəsi düzgün göstərilməmişdir deyir. Kenguruların dal ayaqları qabaq ayaqlarından uzundur və nəticədə onlar gəzə bilmir, ancaq sıçrayışlarla hərəkət edir. Bu doğru. Kenguru balası anasından kör və aciz doğulur. O, anasının kisəsində inkişaf edir və müdafiə olunur. Bu da doğru. Kengurular dal ayaqları ilə səs çıxarır. Bu, onların bir-birləri ilə ünsiyyət qurmasına kömək edir. Bu da doğru. Kenguruların bədən quruluşu qəribədir. Onlar ovlanmağa məcbur edir. Onların ovlanmasının səbəbi əti və xəzidir. Yəni qiymətlidir onların ətləri və xəzləri, ona görə cavabımız olacaq, yəni uyğunsuzluq bu variant olacaq, D variantı. Mətnin birinci cümləsində yerli adamlar ifadəsini hansı sözlə əvəz etmək olar? Yəni həmin ərazinin sakinləri mənasını ifadə edir. Mətndə hansı sualı cavab tapmaq mümkündür? Kenguruların xəzinin dəyəri nə qədərdir? Bu sualı cavab tapmaq mümkün deyil. Kengurular ən çox neçə balası olur? Baxın, bu sualda cavab tapmaq olmaz. Kengurular hansı hava şəraitini sevirlər deyir. Bu suala da cavab tapmaq mümkün deyil. Kenguru balası neçə gün ana südü ilə qidalanır? 65 gün idi. Mətnin özündə var idi. Cavab olacaq D variantı. 14-cü suala baxaq. Kengurular hansı xüsusiyyətlərinə görə gəzə bilmirlər? Dal ayaqları qabaq ayaqlarından uzun olduğuna görə cavabımız olacaq B variantı. Dal ayaqlarının qısa olduğuna görə deyil. Bədənin ağır olduğu üçün deyil. Gözləri zəif olduğu üçün deyil. 15-ci suala da baxaq. Kengurular hansı sahəyə zərər vurur? Kənd təsərrüfatı sahəsində mətndə bu barədə oxumuşduq. Meşəlik, dəniz məhsulları və xırda heyvanlar bura aid deyil. Növbəti çalışmaların izahına baxaq, növbəti mətnə baxaq. Deyir ki, mətni oxuyun. Mətni oxuyun. Burada bir dəqiqə. Deyir ki, mətni oxuyun və 16-30-cu suallara cavab verin. Çəkməsi və pulpərəst mətni ilə tanış olacaq. Deyir ki, bir zamanlar köhnə ayaqqabıları təmir edən kasıb bir çəkməçi var idi. O öz işini görərkən mahnı da oxuyurdu. Səhərdən axşama kimi vaxtını belə keçirirdi. Oradan keçənlər çəkməsinin mahnılarını çox sevir, dayanıb heyranlıqla dinləyirdilər. O da bəyənildiyini görüb daha çox həyəcanlanır, sevinir. Boğazını bütün gücü ilə oxuyurdu. Bu çəkməsinin bir də pulpərəst qonşusu var idi. O zənginlik içində üzür, pulunun hesabatını aparmır, çox az mahnı oxuyur, çox az yatırdı. Səhər yuxuya gedən pulpərəst
Adam gileylənməyə, səhər yuxuya gedən pulpərəst adam gileylənməyə başladı ki, kaş yemək içmək kimi yuxu da bazarda satılardı. Bir gün ağlına parlaq fikir gəldi. O gözəl səsli çəkməcinin malikanəsinə dəvət etdi. Dostum, deyə bilərsənmi, ildə nə qədər pul qazanırsan deyə soruşdu. Şən çəkməci gülümsədi. İlmi dediniz cənab, mən belə hesab etmirəm. Mən heç vaxt bir gün hesabını növbəti gün hesabına əlavə etmirəm. İlin sonuna çatım kifayətdir. Hər gün öz çörəyini özü gətirir. Bəs gündə nə qədər qazanırsan? Pulpərəst adam israrla soruşdu. Bəzən çox, bəzən az, amma həmişə nəsə qazanıram, çəkməçi dedi. Pulpərəst adam güldü. Bax, mən sənə kömək edim. Bu 100 qızılı götür. Ehtiyatla saxla və lazım olduqda çəkinmədən xərclə dedi. Çəkməçi elə düşündü ki, 100 illərdir ki, torpaqdan çıxarılan bütün qızıllar onun önünə sərilib. Qızılları evinə apardı. Gətirib qabağına qoyanda içini bir qorxu bürüdü. Bəs birdən bu qızılları oğurlasalar deyə düşündü. Sonra qızılları büküb evin zirzəmisinə gizlətdi. Amma özü də hiss etmədən qızıllarla birlikdə bir şeyi də bastırdı. Yaşamaq həvəsini. Artıq mahnı oxumurdu və səsini itirmişdi. Yuxusu da qaçmışdı. Evinə gələnlərə şübhə ilə baxmağa və yersiz narahat olmağa başlamışdı. Bütün günü gözü qapıda idi. Bir pişik gecələr xəfif səs-küy salsa, qızılları kimsə aparacağını düşünərək yatağından sıçrayırdı. Nəhayət bu həyata dözə bilməyib, qızılları gizlətdiyi yerdən çıxartdı və pulpərəst adamın qapısına getdi. Cənab, bu 100 qızılı götür, mənim mahnılarımı və yuxumu geri qaytar, dedi. Yenə də çox maraqlı bir mətin idi. Baxaq 16-cı suala. 16-cı sualda bizə nə deyir? Deyir, hadisələrin biri digərlərindən əvvəl baş vermişdir. Pulpərəst adam çəkməçiyə 100 qızıl verdi. Çəkməçi qızılları gizlətdiyi yerdən çıxartdı. Pulpərəst çəkməçinin malikanəsinə dəvət etdi. Çəkməçinin içinə qorxu bürüdü. Burada C hamısından əvvəl baş verib. 17-yə baxaq. Mətndə əsas fikir nədən ibarətdir? Ağıl yaşda deyil, başdadır. İşləməyən dəmir pas atar, bu da deyil. Dostlar gündə tanınır, bu da deyil. Zəngin o adamdır ki, nəyi varsa onunla kifayətlənir. Bu zənginlik haqqında, var-dövlət haqqında bir məlumat olduğu üçün cavabımız olacaq B variantı. 18-ci suala baxaq. 18-ci sualda deyir ki, səhər yuxuya gedən pulpərəst adam gileylənməyə başladı. Bu şikayətlənmək sözü ilə əvəz eləyə bilərik. Çərçivədəki cümləni davam etdirən cavabı seçin. Çəkməçi qızılları geri qaytardı çünki gizlətməyə yeri yox idi. Xeyr. Ailəsi qızılları qəbul etmədi. Xeyr. Pulpərəst qızılları geri istəmişdi. Xeyr. Qızıllar onun xoşbəxtliyini əlindən almışdı. 19-a baxdıq, indi 20-yə baxaq. Hansı cümlədə parlaq sözü mətndəki mənasını işləmişdir? Bir gün ağlına parlaq fikir gəldi. Burada parlaq sözü məcazi mənadadır. Biz də məcazi mənada olanı tapmalıyıq. Yəni belə deyirik, gözəl bir fikir gəldi, qiymətli bir fikir. Parlaq günəş gözlərimi ağrıtdı. Bu olmaz. O çəpəri parlaq boya ilə boyamışdı. Olmaz. Parlaq istedadı ilə hamıdan seçinirdi. Amma bu olar. Otların üzərində parlaq şey düşmüşdü. Bu da olmaz. Biz burada parlaq, yəni gözəl mənasını ifadə eləyəcəyik, qüvvətli mənasını. 21. Çəkməçi qızıllarla birlikdə başqa nəyini bastırmışdı? Xoşbəxtliyini bastırmışdı. 22. Çəkməçi nəyi düşündükdə içinə qorxu düşdü. Bəs birdən pulpərəst qızılları geri istəsə, xeyr. Bəs birdən qızılları oğurlasalar, bəli. Onun yuxularını bu qaçırmışdı. Bəs birdən kimsə məndən borc istəsə, xeyr. Bəs birdən qızılları xərcləyə bilməsəm, xeyr. Cavabımız olacaq B variantı. 23-cü suala baxaq. Mətnlə bağlı yanlış fikir hansıdır? Çəkməçi köhnə ayaqqabıları təmir edirdi. Bu doğru fikirdir. Çəkməçi mahnı oxumaqla hamını bezdirmişdi. Xeyr, hətta əvvəldə deyir ki, hamı onun mahnılarını heyranlıqla qarşılayırdı. Bu da çəkməçinin xoşuna gəlirdi. Bu fikir yanlış fikirdir. Çəkməçi bir gün hesabını başqa günə əlavə etmirdi. Doğru. Çəkməçi evinə gələnlər şübhə ilə baxmağa başlamışdı. Bəli, bu da doğru fikirdir. 24-ə baxaq. Mətndə işlənmiş dəvət etmək ifadəsini başqa hansı sözlə əvəz etmək olar? Çağırmaq olar. Səsləmək, qovmaq, uzaqlaşdırmaq olmaz. B variantı. Mətnin əvvəlində çəkməçi nəyə görə sevinir? Pulpərəst onu evinə dəvət etmişdi. Xeyr. Pulpərəst ona 100 qızıl vermişdi. Bu doğru. Oxuduğu mahnılar bəyənmişdi. Bir dəqiqə, çox üzr istəyirəm. Əvvəlində deyir. Mətnin əvvəlində deyir. 25-ci suala
Bir də baxaq. Mətnin əvvəlində çəkməçi nəyə görə sevinirdi? Oxuduğu mahnılar bəyənilirdi, ona görə sevinirdi. Bu o əsas hissələrdir ona qızıl vermişdi deyə sevinməyi. Cavabımız olacaq 25-də C variantı. 26. Cümlədə altından xətt çəkilmiş sözün izahını seçin. Deməli bu çəkməçin bir də pulpərəst qonşusu var idi. Pərəst bilirsiniz necə uşaqlar? Bir şəkilçidir. Bir şeyə alidə olmaq mənasını, bir şey çox sevmək mənasını ifadə edir. Pul xərcləməkdən çəkinən cavabımız bu ola bilməz. Heç bir var dövləti olmayan olmaz. Pulu həddindən artıq çox sevən. Bəli. Başqalarına kömək edən xeyir. Cavab olacaq C variantı. Pulpərəst çəkməçiyə necə kömək etdi? Çəkməsini yeni işə düzəltdi? Xeyr. Malikanəsini çəkməçiyə bağışladı? Xeyr. Çəkməçiyə xeyli pul yox, çəkməçi 100 qızıl verdi. 28-ci suala baxaq. Mətnin sonunda çəkməçinin keçirdiyi hissi necə adlandırmaq olar? O, belə deyək də, peşmanlıq hissi keçirirdi. Qızılları aldığına görə. Mətnə görə pulpərəst seçməsi üçün ortaq cəhəti seçin deyir. Onlar hər ikisi belə deyək də illik hesabat aparmırdı. Bu mətnin əvvəlində çəkməçiyə də çəkməçi ilə pulpərəstin dialoqunda da var. Çəkməçi deyir ki, mən illik hesabat aparmıram. Gündəlik, hər gün öz ruzusunu özü gətirir. Həmçinin çəkməçi pulpərəst haqqında bizə məlumat verilir ki, deyir o da pulunun sayının hesabını bilməzdi. Cavabımız olacaq A variantı. Mətndə hansı suala cavab yoxdur? Pulpərəst çəkməçidən nəyi öyrənmək istəyirdi? Çəkməçi öz işini görərkən başqa nə ilə məşğul olurdu? Çəkməçi qızılları harda gizlətdi? Pulpərəst hansı peşə ilə məşğul olurdu? Cavab D variantıdır. Bu pulpərəst öyrənmək istəyirdi ki, yəni sən necə olur bu qədər xoşbəxtsən? Çəkməçi öz işini görərkən başqa nə işlə məşğul olurdu? Mahnı oxuyurdu. Çəkməçi qızılları harda gizlətdi? Orada deyir ki, evin aşağı hissəsində, zirzəmisində gizlətmiş olub. Cavabımız olacaq D variantı. İnşallah növbəti izahlarda görüşərik.